Şəb yoldaşdılar, əvvəlcə sizin vasitənizlə 1 milyon pul qazanıblar. İndi də dəridən qabıdan çıxırlar ki, sizi tezliklə qazamata salsınlar. Mən buna inanmıram. Nəyə, milyona? Yox, məni qazamata salmaq istədiklərinə. Bəs sənin kimi namuslu adamı kim fırıldaq eləyib? Kim fəlakətə sürükləyib? Buna da inanmırsan? Onlar dost yox, nadürüstlər, əcraf adamdılar. Buna da inanmırsan? Olmaya buna da inanmırsan? Bu nədir? Sizin işinizə foto illüstrasiyalardır. Nə illüstrasiya? Bu ki mənim arvadımdır. Təəssüf ki elədi. Mən onları sizə göstərmək istəmirdim. Yox. Yox. Ola bilməz. Onlar heç bir-birlərini tanımırdılar. Görüşdüyünü boynuna almır. O kişini isə sorğu-suala tutmağa əsas yoxdur. Yox. Siz də ki onu cani dildən müdafiə eləyin. Ola bilməz. Yalandır. Yox. Fotomontajdır bu! Təəssüf ki bu fotoların hamısı həqiqidir. Şəkillər hardandır sizdə? Bəlkə də aralarında heç bir şey yoxdur, ancaq onun əlindən nə desən gələr. Sən özün də yaxşı bilirsən ki, bu tip hansı yuvanın quşudur. Üstəlik deyirsən ki, onlar tanış deyirlər. Ayrı adam olsaydı qınamazdım, axı o alçaq başqa əcraflıqlar da törədə bilər. Heç olmasa Ruda Balipsi yadınıza salın. Lebedinskin yanına sizdən gələn o adam idi. Hə? Danış, səndən Lebedinskin yanına o gəlib. 16 yaşlı qızı kefləndirib, namusunu ləkələyib. Qız ayılandan sonra özünü 9-cu mərtəbədən atıb, dözə bilməyib, yadındadır. Axı belə zülüm yerdə qalmamalıdır. Axı sən kimi xilas eləmək istəyirsən? İndi başa düşürsənmi səni aldadıblar? Aldadıblar səni! Deməli bu əcraf azadlıqda qalmalıdır, başqalarının da başına bu cür murdar işlər gətirməlidir. Bu sənin vəcinə deyil, ha? Səni yandırmır, istəyirsən mən səni yaxandan əl çəkim. O neysən? Cavab ver, o axşam mehmanxanada səndən kim olub? Bu! Səndən soruşuram, bu! O Ruta kimi qızları çox ləkələyib, başa düşürsən? Odur! Səndən soruşuram, odur! Mənə sənin ancaq təsdiqin lazımdır. Odur! Sənin təsdiqindən sonra mənim öz bildiklərim yuridik fakt olacaq. Odur! Cavab ver, odur!